Cənab Emin Əmrullayev, Cənab Mətbuat Xidmətinin rəhbəri Bəşarət müəllim. Məktəbdə olan hadisəni sizə birbaşa çatdıran mən Vüsal Kəlbəzərliyəm. Xətai rayonunda Nəzakət Əskərova və hal-hazırda videonu atdılar mənə, hal-hazırda indi atdılar. Məktəbdə direktorun pul yığımı ilə bağlı və onunla bağlı müəllimlərin sinifə girməməyi ilə bağlı videonu atdılar, paylaşırıq. Və zəhmət olmasa Bakı şəhər məktəbləri haqqında ciddi tədbir görülsün. Bəzi alçaq və şərəfsiz direktorlar haqqında da ciddi tədbir görülsün. Çünki Cənab Prezidentimiz və Nazirlər Kabineti onlara yetərincə vəsait ayırırlar və yetərincə pul ayırırlar. Bu müəllimlərin maaşında, şagirdləri pulda onlar niyə göz olsun ki? İşlərini düzgün görmədiklərinə görə adəti olan orqanlar dərhal indi birbaşa inşallah işə keçəcəkdirlər. Əlbəttə ki, bizim paylaşımımızdan sonra hər kəs inşallah bu işdən xəbərdar olacaq. Təşəkkürlər, Vüsal Kəlbəzərlinin təqdimatında minnətdarım. Məktəbimizdə olan hadisələr bizi çox narahat edir. Müəllimlərimizin bir hissəsi oradadır. Qalanları orta sözü növbəsi dərsdə olduğuna görə gələ bilmir. Bizim məktəbdə il yarımdır direktorumuz işdən çıxarır və yerinə üzvəyiz məktəb humanitar liseyinin direktoru Nəzakət xanım Əskərova bizə rəhbərlik edir. Bu il sentyabr ayından bizə dedi ki, biz humanitar məktəbə birləşdirmişik. Təhsil idarəsindən Anar Qədiməliyev və Turanə xanım gəldi dedi ki, məktəb artıq humanitar liseyə birləşdirir. Nə əsasla bizim akademik səviyyəmiz aşağıdır. Orta məktəbi bir lisey ilə müqayisə edib akademik səviyyəni aşağı deyib məktəbi birləşdirmək hansı qanunda var onu bilmirəm. İkincisi, mən ancaq yüksək savadı olan uşağa dəstəməli deyiləm. Mənim məktəbimdən fəhrə də çıxacaq, şair də çıxacaq, şəhid də çıxacaq, necə ki çıxıb. Hal-hazırda onların ruhuna hörmətsizlik olub o məktəb bağlanmış. Necə ola bilər ki, mən dünən Sima proqramından, iş yerimdən arayış çıxartmışam və Nəzakət xanım özü bura 25 nömrəli məktəbin çəkərsiz hesabını vurub. Amma bizim bütün jurnallarımızda, proqramlarımızda, hamısında humanitar məktəbin hesabı var. Dünən bizə düzdür boyunlarına qoya bilməyəcək, çünki artıq o vərəqlər məhv edilib, amma müəllimlərə zor vasitəsilə yazıb sizdən xahiş edirəm ki, məni tarixdən tutduğum vəzifədən azad edəsiniz. Müəllimlərimizi zor gücü ilə buna qol çəkməyə, yoxsa maaş verilmir şantajı ilə bunu eləyirlər. Nəyə görə eləyirlər? Bizim məktəbdə savadlı, bəlkə də neçə nəfər 50-dən çox bal toplayan müəllimlərimiz var. 54, 55, 58 toplayan müəllimlərimiz var. Mən nəyə görə humanitara birləşməliyəm? 200 nəfərdən artıq uşaq, bizdə 40 nəfərdən artıq uşaq 200 bal toplayır. Hani məktəbdə neçə nəfər müəllim var? Neçə nəfər 90 1200 nəfər şagird heyəti olan şagirdi olan bir məktəbi liseyə niyə birləşdirməlidirlər? 1200 şagirdimiz var təxminən və 90-a yaxın müəllimimiz var. Bəli, işdən çıxardır deyəndə çox deyək. Biz heç bir məlumat vermir. Bu da mənim işləm və deyir ki, buna qol çəkin. Dünən təzyiq altında bir neçə müəllimə buna qol çəkdiriblər. Düzdür, boyunlarını almayacaqlar. Bu xəlbət şəkildə çəkilmiş bir ərizənin şeydir. Mən onu onlara sübut eləyə bilmərəm. Amma 40 müəllim və burada olan 40 müəllim və məktəbdə olan 40 müəllim yalancı deyil. Zordan niyə mənə bunu qol çəkdirirlər? Gün girmişəm, deyir, elə bir vərəq yoxdur. Niyə yoxdur? Ən azından burada olan 40 müəllimin 40-ı da təsdiqləyir ki, buna dünən qoyublar ki, evə gedəndə buna qol çəkib axranları ilə bərabər. Qol çəkib sonra məktəbdən çıxmaq lazım. Bu öldüyünüz ərizə ilə müraciət olundu. Bu müraciət olunan müəllimlər, ümumi imtahan falan aşağıdakı göstərənlər. Xeyr, mən 58 bal toplamışam, 57 bal toplayıb, 49 bal toplayıb, 56 bal toplayıb, 50 bal toplayıb, 44 bal toplayıb. Hamısı Ərzu müəllimə 55 bal toplamışsınız. Yəni hamımız 58. Mən özüm Dövlət İmtahan Mərkəzindən marketing işləyən müəlliməm. Mən nəyə görə 21 il işlədiyim məktəb mənim xəbərim olmadan güya humanitar liseyə birləşibsə, niyə mən Sima proqramında, Mayqo bazda 25 nömrəli məktəbəm və özü bunu mənim dünən iş yerimdən haqqında kağıza qəbul